deməli, hansı hissə ilə məşğul olacağıq? Tələbələrin qiymətlərinin daxil edilməsi mərhələsi ilə tələbələrin qiymətlərinin daxil edilməsi üçün bilirsiniz ki, birinci Excel formasını hazırlamalıyıq. Excel formasındadır ki, bəzi əməkdaşlar ola bilsin ki, düsturlarla hazırlayıb, ancaq mən sırf əlimdən, yəni bir-bir, bizdə elektron sistem olmadığına görə, yəni hamısının hərəsinə ayrı-ayrı Excellər formalaşdıraraq hər tələbəyə yaratmışam. Deməli, bunu hansı formada eləmişəm, onu sizlərlə tanış etmək istəyirəm. Ola bilər ki, dediyim kimi, yəni başqa əməkdaş başqa formada etmiş ola bilər. Ancaq bu dediyim düşünürəm ki, bir çox əməkdaşın köməyinə çatacaq. Deməli, mən tutaq ki, bir ixtisas götürmüşəm. Məsələn, məktəbə qədər təhsil, məsələn deyirəm. Tutaq ki, ibtidai sinifdə Azərbaycanda fərqi yoxdur. Filtr hissəsindən mən həminki ixtisasımı seçmişəm. Və qeyd edeyim ki, bunu sonra qeyd eləyərəm. Məktəbə qədər təhsil. Məktəbə qədər təhsil ixtisası 2022. Aha. Tələbələrimi axtardı, tapdı və mən bunu eksport eləmək istəyirəm bu bölməklə. Artıq mən eksport eləmişəm. Çünki yer seçmişəm, ora daxil etmişəm. Yəni budur, eksport etdiyim budur. Bu eksport etmək düyməsi, yəni buradan ixrac eləmək düyməsi, eksport deyəndə, yəni ixrac eləmək düyməsi adminlərdə aktivdir. Bəzi əməkdaşlar müraciət etdikdə, yəni mən onlara dedim və onlar girdikdə onu tapa bilmədilər. Ancaq admin özü girdikdə orada tapa bildi. Həminki bunu, yəni ona da diqqət yetirərsiniz. Aha, bu nə üçün idi? Bu onun üçün idi ki, biz tələbənin ID-lərin, finlərin, atadı, soyadı, adı rahatlıqla sistemdəki formada götürə bilək. Daha sonra mən nümunə yüklə, yəni bir çox əməkdaş deyir ki, mən nümunəni hardan yüklüyüm, necə yüklüyüm, alındıra bilmir. Ona görə də mən həminki nümunəni sizlərlə tanış etmək istəyirəm. Necə yüklənir? Deməli, burada elektron sənədlər bölməsinə bitirənlərə daxil olduqda sənəd nümunəsi yüklə var. Burada nümunə yüklə bölməsi ilə həminki bu nümunəni əvvəlcədən yükləmişəm. Bu nümunəni bura yükləyə bilərsiniz. Aha, keçək indi bizim Excel nümunəmizə. Excel nümunəmiz həminki bu pavkanın içərisindədir. Görürsünüz, yəni bizim Excel nümunəmiz budur. Bunu bir dənə pozaq. Aha, bu nümunədir. Yəni tələbənin ID-sidir, finidir, adı, soyadı, fənn ID-lərini sistemdən götürəcəyik. Fənnin adı da eynən sistemdən götürəcəyik. Fənn krediti də eynən, yekun qiymətlər də sizlərdə olmuş olacaq. Burada əsas tələbənin ID-sidir, tələbənin fin kodudur və fənnin ID-si, kredit, yekun qiymət. Yəni fənnin adını mən bura nə yazsam da, bu fənnin ID-si nədirsə, onu götürmüş olacaq. Bura tələbənin adı, soyadı, atadı nə yazsam da, bura tələbənin ID-si nədirsə onu götürəcək. Niyə bunu dedim? Çünki bəzi əməkdaşlar yazır ki, oğlu sözü, qızı sözü vacibdirmi yoxsa yox? Yəni tələbə ID-si sistemdə nə cür verilibsə, biz bura oğlu da yazsaq, qızı da yazsaq, həminki o formada götürmüş olacaq. Aha, keçək indi bizim formamıza. Yəni bu formanı mən bayaq yüklədim filtr bölməsindən. Bizə nə lazımdır? Burada bizə tələbənin ID-si lazımdır, saxlayıram. Sonra tələbənin adı, soyadı, ata adı lazımdır. Aha, video çəkdiyimə görə bunları silməyəcək. Silə bilmirəm. Niyə? Çünki yəni video formasındadır, ona görə. Deməli, nə edirsiniz? Burada elə göstərəcəm onu. Həminki bu ad, soyad, pin kod görürsünüz də. Deməli, adı, soyadı, atadı, tələbə ID-si, fin kodu. Bir dəqiqə, videoluq deyilmiş. Üzr istəyirəm. Burada redaktor rejimini açmamışam. Deməli, burada tələbənin ID-sini görürük. Burada lazım olmayanlar, məlumatlarımız var ki, bunları silirik. Sonra ad, soyad, atadı qalır, fin kod qalır və geri qalan hər bir şeyin tələbə məlumatları haqqında hər bir şeyi buradan silək. Bizə lazım olanlar qaldı. Bunu da bir dənə ortalayaq ki, bizə səliqəli görsənsin. Deməli, ad, soyad, atadır və biz nümunəmizdə baxırıq ki, bizdə tələbə ID-sindən sonra fin kod gəlib. Ona görə mən burada tələbə ID-sindən, yox, səhv girdim. Tələbə ID-sindən sonra fin kodumu gətirəcəm. Bura gəlin, yeni sətr açaq, daha doğrusu sütun açaq. Bu fin kodu kəsərək, Ctrl X edərək gətirək, yapışdıraq bura. Bunu da yerin biraz açaq.
Deməli və sonra isə ad, soyad, atadı bizə ayrıca verilib orada. Yəni mən formaya uyğunlaşdırmaq baxımından deyirəm. Mən burada ona görə həminki 3 dənə hissəni mən açmışam özümdə. Açmışam, bura yazmışam ad, soyad, atad. Aha. Deməli, bunu mən görürsüz də birləşikdir. Yəni bir yerdə tutaq ki, hə Leylanı kopyalayım, gətirim bura, Gülşəni kopyalayım, gətirim bura. Yox. Ona görə də bax birinci adda nə varsa, məsələn Leyla yazdım bura. Bunu aha. Daha sonra tələbənin adını çəkdik aşağıya doğru. Hamısı eyni olacaq. Ona görə burada bu hissəyə daxil olub flash fill edərək digər tələbələri də mənimsətmiş oluram. Əsədova buradan getdim bura. Bu hissəni flash fill edərək yenə gətirmiş oluram bu hissəyə. Daha sonra burada atasının adı var tələbənin. Burada hamısı yenə gəlir və mən flash fill edərək tələbəni düzəldirəm. Artıq mənə ehtiyac deyil. Bunu sildim getdi. Aha. Demək, görürsünüz, Atis mənə bu formada verdi. Yəni, oğlu qızı sözləri ilə vermədi. Deməli, sistemdə də heç oğlu qızı sözləri görsənməyəcək. Yaddaşa verdik. İndi görürük ki, burada tələbəmizin adı bu hissədə görürsünüz. Bax, ad, soyad, bir dənə fənn aidisi qalacaq ki, bunu sistemdə ümumi, unikal fənlərin içərisindən gətirəcəksiniz. Fənn adlarında həmçinin. Məsələn, bax, bir dənə tələbəmiz, tutaq ki, birincidir. Məsələn, həmin bu tələbə. Tutaq ki, olsun bu. Birinci adlı tələbə. Bunu gətirmək istəyirəm bura. Bunu bir tələbə üçün yaradırıq. Bir tələbə üçün yaradırıq. Daha sonra fənn aidisini. Fənlər onsuz da bir tələbəyə keçirsə, digərlərinə hamısı eyni fənlər keçilir. Tabii, bir dənə qiymət fərqlidir. Bir tələbə üçün yaradırıq. Kreditdən daxil edirik. Sonra həminki faylları kopyalayıb artırırıq. Sadəcə tələbənin adını dəyişdiririk və salam. İndi məndə hazır formalar var. Onlar üzərində sizə izah göstərmək istəyirəm. Deməli, o hazır formalar daxil edək sistemi. Sistemdə sizə mən qiymətləndirmə bölməsini göstərim. Gözləyənlər bölməsinə daxil olduqda mənə indi bir tələbəni axtarıram. Deməli, Valih adında tələbə. Deməli, Mirzəyev Valih Azərbaycan dil ədəbiyyat müəllimliyi. Görürük ki, ÜMG-si 0-dır, çünki qiymət daxil etməmişəm. Səbəbinə baxıram, niyə gözləyənlərə düşür? Qalıq borcu var. Tələbənin qalıq borcunu silmək üçün həminki bu bölmədən aşağı yendikdə, yəni balans bölməsinə məni birbaşa aparacaq. Görürük ki, burada da borcların yaranma səbəbi nədir? Çünki tələbə fin kodla sistemə pul ödəmədikdə sistem onu görmür. Ona görə də həminki hissəni buradan, yəni biz görə bilmirik. Tələbə gedib tutaq ki, hansısa bir hesaba köçürdü. Da universitetin hesabına köçürdü, fin koduna gəlməyib. Ona görə biz bunları sıfırlamalıyıq. Yəni bu ikisi təhsil haqqı məbləği ilə ödənilmiş məbləğ bir-birinə bərabər olmalıdır. Bir-birinə bərabər olmalı. Əgər bizdə bu 2025-2026 tutaq ki, tələbədə görsənmir. Tələbə nə bilim, xaric olub, bərpa olub təzədən, yəni görsənmir. Onda həminki tələbəyə bu plus işarəsini basaraq burada yeni bir 2025-2026 yoxdursa, əgər 2025-2026-nı daxil etmək mümkündür, əgər lazım olarsa. Aha, buranı eyniləşdirdik. Qalıq borcu 0 olacaq təbii ki. Yəni bu qalıq borcunu mən 0-a bərabər etməliyəm ki, tələbənin borcu görsənməsin. Əgər qalıq borc 0-dırsa, deməli tələbə heç bir şey ödəməməlidir. Ona görə də ödənilməli məbləğ də 0-a bərabər olmalıdır. Keçirəm burada da tam ödənilib yerinə. Yəni bu da hissəni rəhbərliklə dəqiqləşdirilib. Tələbənin həqiqətən də borcu yoxdursa, bu hissəni siz sıfırlaya bilirsiniz. Yaxşı dedikdən sonra məlumatlar yeniləndi. Bura daxil olarıq. Hə, görək burada yenə qalıq borcu var. Ona fikir vermirsiniz. Məlumatları yenilədikcə düzələcək. Yenə burada görsənəcək. Narahat olmayın ondan. Və daxil olduq tələbəyə. Tələbənin adına daxil olduqdan sonra internet zəifdir deyə biraz gec gedə bilər. Aha, daxil olduq bura. Daxil olduq bura. Deməli, burada da məsələ nədir? Deməli, məlumatlar düzdür ki, məni tələbəni bitirənlər hissəsinə daxil edib. Əgər qəbul məlumatlarında səhv olarsa, yəni bir çoxumuzun qarşısına çıxıb, məsələn, ixtisas adı olmayıb, tutaq ki, ixtisaslaşma adı olmayıb və s. onda bizi bura gətirmir.
Tələbənin məlumatları düzdür, gətirib bura və mən burada PTN-lərimi görürəm. 2020-də həqiqətən PTN-lərimi görürəm. Yəni özüm hər müəssisə özü hazırladığına görə yoxlaya da bilər. Yəni mən baxmışam, problem yoxdur. Daha sonra burada biz qiymətləndirmə bölməsi ilə tanış oluruq. Burada da fənlərimiz var. Excel-də hazırladığımıza görə bu fənlərə ehtiyac yoxdur. Burada qiymətləndirmə bölməsində Excel əlavə et. İndi mən həminki bu tələbənin qiymətini daxil edəcəm sistemə. Deməli, mən əvvəlcədən dediyim kimi də qruplarımı hazırlamışam. Yəni hansı hardadır qrup yığmışam bunları. Burada həminki tələbənin adını axtarıram. Aha, tələbəni tapdım. Və üstünə 2 dəfə klikləməklə gəlir mənə bunları verir. Deməli, bunun içərisini hələ tətbiq etməmişdən qabaq nə görəcəyik, onu sizə göstərim. Deməli, mən həminki tələbəni görün nə formada yazmışam. Deməli, bu tələbəni görürsünüz, bayaqki nümunə əsasında yazmışam. Tələbənin adı, soyadı, ata adı, fənnin aidisi, fənnin adı və burada fənləri çalışın ki, semestrlər üzrə düzülsün. Yəni payız 1-in fənləri bir sırada, yaz 2-nin fənləri bir sırada. Onu diqqət yetirmişəm. Daha sonra kreditlərini düzmüşəm və qiymətlərin daxil etmişəm və hər sətirdə də, yəni hər fənnin qarşısında da mütləq şəkildə tələbənin adı olmalıdır. Yoxsa sistem sizə xəta vermiş olacaq. Aha, burada tələbəni daxil etdikdən sonra tətbiq et düyməsini vururam və başlayır yoxlamağa. Görürsünüz, fayl hazırlanır. Və 43 dənə məlumat verdi mənə. Həqiqətən də mənim 43 məlumatım var. Sətr 44-dür. 43 niyə? Çünki birinci sətrimdə tələbənin baş tərəfdə məlumatların əks olunduran hissəsidir. 43 məlumatı verdi, ancaq mən qiyməti hələ də görmürəm. Çünki yaddaşda saxlamaq lazımdır. Yadda saxladıqda həminki bu hissə ilə qiyməti daxil edə bilərəm. Gözləyirəm qiymətləndirmə hissəsi gəlsin. Hələ də tıklanır, görürsünüz. Burada tələbəni özümdə siyahım var. Yəni həminki siyahıma əsasən tələbəmin ortalamasını yoxlayacağam. Və həqiqətən də 74, 84, 58 məndəki ortalama da uyğun gəldi tələbə ilə. Yəni tələbənin qiymətlərində problem yoxdur. Hamısı düzgün qiymətləndirilib. Hərfi qiymət də burada yerləşdirilir. Yəni qiymətləndirmə bölməsi bu qədər. Sağ olun.